əslində Nurani xanımın dediyi o ana şeirini mən deyəcəm. Amma bəlkə elə məktubdan söz düşübsə bir məktub şeiri var. Ramiz Rövşənin Köhnə Məktublar şeiri. Elə ondan başlayaq. Xəbər gələr daha ömrün qışından. Soyarsan, saçlarına qar düşər. Ancaq köhnə kitabların içindən hərdən köhnə məktublar düşər. Əylərsən, götürərsən gizlicə. Boylanarsan, arvad uşaq görməsin. Çəkilərsən otağın bir küncünə. Gizli-gizli oxuyarsan hər sözü. Bu nə sevgi məktubudur ilahi. İndiyəcən ağrıyır hər sözü də. Yazan qızın adı nə idi ilahi. Yaddan çıxıb sifəti də, üzü də. Oxuduqca lal sətirlər səslənər. Bir hərfdən qaşı düşər yadına, bir hərfdən gözü düşər yadına. O gözlərdən yadigar tək vəraqda göz yaşının ləkəsini görərsən. Birdən donuq şıldayar otaqda, pəncərədə kölgəsini görərsən, diksinərsən. Boylanarsan qapıya, o kölgəni arvad uşaq gördü mü, tez məktubu atarsan külqabıya, yandırarsan hər sözünü, sətrini. Sözlər yanar, kağızı da yandırar. Sözlər yanar, o qızı da yandırar. Sözlər qaçar o alovun içindən. Sən baxdıqca basar səni soyuq tər. Sıra-sıra qara qarışqalar tək qaçıb gedər qara-qara hərflər. Bircə o qız qaça bilməz o oddan. Bir quş olub uça bilməz o oddan. O qız yanar o alovun içində. Göyə qalxar o alovun dilləri. O alovun dillərinə sarmaşıb yanar. Yanar uzun-uzun telləri. Yanar bir vaxt. Saçlarını oxşayan uzun barmaqları, əlləri. O qız yanar, ərişə çıxar tüstüsü. Kağız yanar, külqabıda küllənər. Qəfil birdən külqabının içindən yerə düşüb bir üzük deyillənər. Lap özünü itirərsən, baxarsan. O üzüyü götürərsən, baxarsan. O üzüyü axı harada görmüsən? O üzüyü görməmisən bəlkə. Sən o qıza nə vaxt üzüyü vermisən? Ona üzüyü verməmisən bəlkə. Arvadın da qəfil girər qapıdan. Əlindəki nədir deyər? Üzükdür. O üzüyü nə yaxşı ki tapmısan, neçə vaxt itirmişdim, gəzirdim. Sonra gələr, səndən alar üzüyü. Bunun rəngi niyə belə qaralıb? Barmağına güclə salar üzüyü. Elə bil ki, bir balaca daralıb. Külqabıdan tüstü qalxar hələ də. O məktubun külü hələ işarar. Maddım-maddım durub baxar arvadın. O tüstüdən bir cüt gözü yaşarar. Heç olmasa pəncərəni aç deyər. Burada necə oturmusan, sən necə? Bu nə yanıq qoxusudur ilahi? Elə bil ki, adam yanıb indicə. Təşəkkürlər.